Yekaterinburqda və Rusiyanın digər şəhərlərində baş verən hadisələr açıq şəkildə göstərir ki, bu ölkə şovinizmə və milli mənsubiyyətə görə açıq ayrı-seçkiliyə doğru sürüklənir. Today Press TV xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz Facebook hesabında yazıb. Onun sözlərinə görə miqrantlara və qeyri-rus xalqlara qarşı təzyiqlər spontan deyil, yuxarıdan idarə olunan bir prosesdir. Stat: İnsanları şantaj edir, törətmədikləri cinayətlərdə ittiham edirlər, yaxınlarına hədə-qorxu gəlirlər, Ukraynaya qarşı müharibəyə getməyə məcbur edirlər. Vəd edilən kompensasiyalar ödənilmir. Ardınca yenə cəbhə, yenə şantaj. Rusiyada yaşayan müsəlmanlar isə artıq hədəfə çevriliblər. Kremlin nəzarətində olan media orqanlarının illərlə qızışdırdığı İslamofobiya indi açıq-aşkar alovlanır. Rusiyalı jurnalist, teleaparacı Vladimir Solovyov kimi təbliğatçılar öz zəhərli çıxışları ilə Azərbaycana qarşı nifrət aşılayırlar və heç kim onları dayandırmır. Bu sadəcə ritorika deyil. Bu Kremlin yeni dövlət siyasətidir və bu siyasət Azərbaycanla Rusiya arasındakı onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirə bilər. Statın sonu. Politoloq vurğulayıb ki, Kreml Rusiya tərəfindən Azərbaycanın mülki sərnişin təyyarəsinin Qroznaya yaxınlaşarkən vurulması faciəsini unutmamalıdır. Moskvanın bu mövzuda susqunluğu sadəcə utanc vericidir. Rusiya bu cinayətə görə rəsmi üzr istəməyincə, kompensasiya ödəməyincə və günahkarları cəzalandırmayınca Azərbaycan bu məsələni beynəlxalq arenada gündəmdə saxlayacaq. O hesab edir ki, son kiberhücum, Azərbaycanlı deputat Azər Badamovun həştərxana buraxılmaması bir zəncirin həlqələridir və Rusiya artıq öz həqiqi sifətini gizlədə bilmir. Stat: Moskva Rusiya-Ukrayna cəbhəsində uğursuzluq yaşadıqca qonşularında yeni düşmənlər axtarır. Məhz buna görə də Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək istəyir. Ermənistanda revanşizmi yenidən alovlandırmaq üçün Rusiya yönümlü təsir agentləri vasitəsilə təzyiqlər göstərir. Rusiya prezidentinin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxışı zamanı səsləndirdiyi Rus əskərinin çəkməsi ilə bağlı stat isə Kremlin imperialist dişlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Əgər Rusiyada Azərbaycan və postsovet məkanındakı xalqların bunu görmədiyini düşünürlərsə, böyük səhv edirlər. Statın sonu. Analitik diqqətə çatdırıb ki, artıq zaman dəyişib. Azərbaycan və onun cəmiyyəti yaxın tarixdən dərs çıxarıb və artıq heç vaxt keçmişə qayıtmağa imkan verilməyəcək. Bugün Azərbaycan cəmiyyətinin güclü konsolidasiyası buna ən bariz sübutdur. Rusiya və onun rəhbərliyinə gəlincə isə politoloqun fikrincə onlar anlamalıdırlar ki, əsəblərini göstərmək və acizliklərini nümayiş etdirməyin vaxtı keçib. Keçmiş imperiya dövrünə qayıdış mümkün deyil. Kremlin bugün bəslədiyi şovinizm və qeyri-rus millətlərə qarşı diskriminasiya siyasəti Rusiyanın özü üçün də proqnozlaşdırılması çətin nəticələrə səbəb ola bilər. Stat: Kreml bu reallığı dərk etməyincə nə Azərbaycanla, nə də postsovet məkanındakı digər ölkələrlə münasibətlərdə müsbət irəliləyiş gözləməyə dəyər. Bütün keçmiş SSR xalqlarının öz tarixi yaddaşı var və Kreml onun bugünkü Rus torpaqlarının toplayıcısı ilə birlikdə bu yaddaşla hesablaşmalı olacaq. Fransız filosof Jean-Jacques Rousseau'nun da dediyi kimi, bütün kinlər acizlikdən doğur. Statın sonu. Qeyd edək ki, iyunun 27-sində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində Azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 Azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən Azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Bundan başqa Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, kəskin etiraz bildirilib. Töhfə Səməd, Namiq Abbasov, Today Press TV.